paylaşsın. Azərbaycanda yumurtanın qiyməti qalxdı. 30 qəpiyə satılan ev yumurtası 45-50 qəpik olub. 20 qəpiyə satılan broiler yumurtası 30-35 qəpiyə qədər qalxdı. Yəni az qala 2 dəfəyə qədər yumurtanın qiyməti qalxdı. Deməli, təcili xəbərdir. Bunun səbəbi Rusiyada yumurta tələbatının artması, Avropanın Rusiyaya yumurta göndərməməsi, Azərbaycan Rusiyanı, yumurta ilə Rusiyanı Əliyev təmin eləməsi, buna görə də yumurtanın qiyməti tələbat çox, yumurtanın qiyməti qalxdı. Rusiyada isə yumurtanın qiyməti 12 qəpiyə düşdü. İlham Əliyev Azərbaycan xalqının bütün istər kənd yumurtası, istər broiler yumurtası hamısını yığır Rusiyaya göndərir. Rusiyada yumurtanın, broiler yumurtanın qiyməti 12 qəpikdir. Azərbaycanda isə 20 qəpikdən qalxdı 30-35-də. Bugün Fəzail Ağamalı ömrü boyu Babəkin devrindən deputat olan, sonra da deputatlıq mandatını qızına, Şamyanın devrindən qızına ötürən Fəzail Ağamalının qızı, Günay Ağamalının qızının boynunda xaç videosu yayımlandı. Necə xaç olanda nə olar ki, qabi? Bu Rus xaçı deyil. Bu Qriqoryan xaçıdır. Ay mənim geri zəkalı xalqım. Baxın, biz deyirdik ya, hakimiyyətin hamısı ermənidir. Biz deyirdik ya, İlham Əliyev şox xətrinə mehriban girir məscidə. Biz deyirdik ya, deputatların 45'i Yezdi Kürdüdür, qalanlar da erməni qanı daşıyır. Biz deyirdik mi? Deyirdik mi bizi? Hələ sizin Azərbaycanlı kimi tanıdığınız Fəzail Ağamalı, bizləri Avropadakılar vətən xaini adlandıran, erməni dəyirmanına su tökən adlandıran Günay Ağamalı, bu yaxından onun iynəsini vurmuşdum. Ala onun qızına baxın. Elədir ki, daldan girir buna elə oxuyur, seksi manıdır, seksi oxuyur. Belə yerdə deyirlər ki, belə yerdə, baban götümü yesin demirəm, biraz ayıb olar. Baban anus dəliyini yesin sənin, buna, bildi mi? Şeydi mi? Ramiz Mehdiyev tapdalya gedir. Az TV Zelenskini əməlli başlı axmaq lider deyibdi Zelenskiyə Az TV. Nələr, daha nələr. Bunu niyə eləyiblər? İlham Əliyev istəməsəydi, hakimiyyətin tapşırığı olmasaydı belə şey eləməzdilər, deməzdilər. Amma niyə elədilər bunu? Nə üçün elədilər bunu? Yayımına baxaq. Orada 3-5 nəfər izləyir. Amma mən də icamıza bir neçə min adam izləyər. Gürültülü alqışlar, təbriklər, ilk baxışdan səmimi görünən gülüşlər, dəstək mesajları, Zelenskini bağrına basan Avropa liderləri, beynəlxalq təşkilatların rəhbərləri nə oldu? Bütün bunların hər biri saxtaymış. Lakin günahı yalnız öz mətbəxlərində çirkin oyunlar hazırlayıb, dövlətləri də bu oyunlara alət edən qoca qəribə görmək doğru olmaz. Bugün Ukrayna xalqının ən böyük faciəsi düşünürük ki, güclü və ağıllı liderə sahib olmamasıdır. Bəli, Volodymyr Zelenski aldanıldı. Nəyə, yaxud kimə? Onu ən müxtəlif və mötəbər tribunalarda ayaq üstü almışlayanlara, onu Avropa Siyasi Birliği, Avropa Parlamenti, Avropa Şurasında ən mötəbər kürsüdə oturdanlara, onu bağrına basıb, əlini də kürəyinə qoyub, qorxma, səninlik deyənlərə aldanıldı. Və Ukrayna dövləti, Ukrayna xalqı üçün ən çətin meydanda tək buraxıldı. Can I speak Ukrainian? No. Okay. Don't pressure on me. İndi həmin o qurban arası dostlar Kiyevə arxa çevirərək sanki əlimizdən gələni etdik də qərarı özün ver deyirlər. Zaten qərar verməyə də nəsə qalmıyor. Torpaqlar işğal altındadır. Ukrayna xalqı bəlkə də 2-ci Dünya müharibəsində üzləşmədiyi dağıntılara məruz qalıb. Şəhərlər, kəndlər faktiki yer üzərindən silinib. Və onların yenidən bərpası üçün 10 illiklər lazımdır. Ukrayna xalqı da qaçqın həyatı yaşayır. Az TV axmaq lider, Zelenskiyə dünənə kimi qəhrəman lider deyirdi. Dünən nə deyir? Axmaq lider. Bu niyə belə oldu? Yəni bunun iki səbəbi var. Birinci səbəb, Avropanı Trump sıxışdırır. Trump Rusiyanın vəkili rolunda oynayır. Trump'ın xoşuna gəlmək üçün, zaten Rusiyanın tulasıdır. Trump'ın xoşuna gəlmək üçün İlham Əliyev Trump'la bərabər Avropanı güya sıxır. Avropanı pisləyir, pislətdirir. İkinci, Ukraynaya dünən yox sırağa gün dedim. Ukrayna Yunanistanla oturdular. Amerikanın Yunanistan'da olan şirkəti Ukrayna ilə Yunanistan arasında imzalar atıldı və bütün SOCAR'dan olan anlaşmalar, müqavilələr hamısı reddedildi və artıq Ukraynanı, Yunanistanı Amerika təmin edəcək qazdan. Və eyni zamanda Avropanın da təminatçılığını özlərinə götürən Amerika əlbəttə ki, SOCAR'ı hər yerdə sıxışdırdı. SOCAR demək İlham Əliyevin ən böyük kasası deməkdir. Ukrayna SOCAR'dan imtina elədisə, əlbəttə ki, Ukrayna İlham Əliyevin qəzəbinə gəldi. Ukraynalarla əlaqəmiz var. Bir hissəsi deyir ki, biz şokdayıq. Ağıllı hissəsi də deyir, şokda zada deyirik. Zaten bilirdik ki, İlham Əliyev Putinin tulasıdır.